Hepinize salam dostlar. Bugünkü videoda mən istəyirəm ki, yeni ilə özəl bir söhbət aparaq sizinlə. Artıq yeni ilə çox az qalıb və bu yeni il ərəfəsində də həmişə hamı fərqli to-do list yazır, ediləcəklər listəsi yazır və deyir ki, bunu edəcəm, amma bir ay keçir, sonra həvəsdən düşürük və çox az bir hissəsinə əgər şanslıyıqsa çatırıq və digər hissələr qalır. Amma mən bu dəfə özümə söz vermişəm. Söz vermişəm ki, bütün qoyduğum hədəflər üçün çox çalışacağam. Növbəti ilimi istəyirəm ki, 2025-ci ildən daha yaxşı keçirim. Daha hədəfə yönəlik çalışmalar eləyim və heç vaxt motivasiyadan düşməyim. Son vaxtlar bilənlər bilir, mən çox depressiya keçirirdim. Depressiv bir dönəmdən keçirdim. Təxminən bu 3-4 ayda artıq başlayıb. Düzdür, həyatımda nə qədər xoşbəxt şeylər olsa da mən ancaq neqativə fokuslanmışdım və bir növ həyatımdan şükrü çıxardıb şikayəti çoxaltmışdım. Amma artıq bu mənim sağlamlığıma, üzümdəki ləkələrin yaranmağına qədər artdı və mən çox kilo itirdim bu proses dövründə. Və artıq qərar verdim ki, bunu mən mütləq dayandırmalıyam və yeni ildə buna tam yaxşı bir motivasiyadır ki, yeni il, yeni həyat, yeni başlanğıclar və bunun üçün də özüm üçün belə notlar yazmışam ki, mən 2026-cı ildə həyatıma nələri tətbiq etmək istəyirəm və edəcəm. Birinci onu deyim ki, mən xəyal qurmağı çox uzun aylardır ki, artıq buraxmışdım, amma düşünürəm ki, xəyal qurmaq həqiqətən də insan həyatının necə böyük bir hissəsini təşkil edir. Yəni, bugün yaşadığım həyat bir gün mənim xəyalım idi əslində, amma mən hal-hazırda ona çatmışam deyə unutmuşam. Amma istəyirəm yenidən buna davam edeyim. Yəni, yenidən xəyal qurum, ona çatım, sonra növbəti. Mən bu vaxta qədər bu 3-4 aylıq dövr ərzində düşünürdüm ki, artıq çata biləcəyim ən yüksəyə çatmışam. Bundan o tərəfi yoxdur, bundan başqa heç nə məni maraqlandırmır. Həmişə bu negativ düşüncələrdə idim, belə deyim. Amma artıq bir qərar verdim və istəyirəm bunun üstündə çalışım ki, növbəti il mənim üçün daha yaxşı olsun. Və bu 2026-cı ildə mən istəyirəm ki, həmişə özümü inkişaf etdirim hər mövzuda. Ancaq o mövzuda yox ki, ancaq karyera, ancaq təhsil. Həmçinin mənim psixoloji vəziyyətim, sosial münasibətlərim, sağlamlığım, təhsilim də bura aiddir, əlbəttə karyeram, hər bir şeyimdə özümə daha çox qatqı sağlaya biləcəyim bir şeylər etmək istəyirəm və bunun üçün də düşünürəm ki, ən yaxşı vasitə ilk olaraq bədənimizlə başlamaqdır. Yəni bizim bədənimiz olmasa, yəni sağlamlığımız olmasa, təbii ki, biz heç bir şeyə nail ola bilmərik və bunun üçün də sağlam qalmaq üçün belə deyək, birinci növbədə düşünürəm həyatıma 2026-cı ildə idmanı əlavə eləyim. Düzdür, bu mənim hər zaman həyatımın bir hissəsi idi, amma davamlı olmurdu. Məsələn, 2-3 ay olurdu, 1 ay olmurdu, amma artıq daha rutin vəziyyətdə istəyirəm buna çalışım və əzələlərimizi gücləndirmək. Bunun üçün mən Azərbaycanda, düzdür, indi mən hal-hazırda Almaniyada yaşayıram. Burada demək olar ki, çox gənclər idmanla məşğul olur və fitness zallar həmişə dolu olur. Amma istəyirəm bu bir alışqanlıq Azərbaycandakı gənclərdə də olsun. Çünki hal-hazırda 20-li, 30-lu, lap 40-lı yaşlarımızda belə bizim hələ də güclü əzələlərimiz var və biz onu nə qədər inkişaf etdirsək, belə deyək, əzələlərimizi nə qədər gücləndirsək, bizim yaşlılığımız üçün bizə o qədər fayda sağlayar deyə düşünürəm və bunun üçün ən yaxşı vaxt bizim gənc və enerjili vaxtlarımızdır. Bunu tövsiyə edirəm ki, uşaqlara, Azərbaycanda yaşayan tələbələrə mütləq bir dənə idman klubunu tapın. Bu, hər hansısa 50-100 manatlıq fitness klubu olmaq demək deyil, olmalı deməli deyil. Çünki Facebookda mən özüm Bakıda yaşadığım vaxtlarda çoxlu klublar tapırdım, hansı ki, orada pulsuz siz nələrsə tapa bilərsiniz ya da 3-4 nəfər qrupunuz varsa, WhatsApp qrupları yaradıb, ayda 2-3 dəfə ən azı, həftədə bir dəfə belə dərnəklərə üzv ola bilərsiniz. Bu, mənim gənclərə verəcəyim ən yaxşı tövsiyədir deyə bilərəm. Çünki birinci sağlamlıq, ondan sonra bizim gəlir təhsil və karyera hədəflərimiz. Mən onu demək istəyirəm ki, bu illərimizi, enerjimizin olduğu illərimizi yaxşı dəyərləndirək. Çünki bir gün 90, 100, nə bilim 70 yaşımız olanda ən dəyərli şeyin, ən dəyərli sərvətin əslində vaxt olduğunu başa düşəcəyik məncə. Ona görə də indi çalışaq dolu-dolu yaşayaq. Sanki hər ilimiz bizim həyatımızın sonuncu iliymiş kimi onu doldurmağa çalışaq deyə düşünürəm. Məncə bu ən yaxşı vasitədir, düzündəyim, xoşbəxt olmaq üçün və mən son vaxtlarda bir dənə də qərar verdim ki, artıq həyatımda
həyatın mənasını axtarmağa çalışmayacağam. Çünki bu sualı soruşmaq həmişə mən özümə verirdim. Niyə biz burdayıq? Niyə mən əgər belə deyirlər axı cənnət yoxsa cəhənnəmə gedəcəyin sən doğulandan bilinir, amma bilinirsə onda mən niyə burdayım? Həmişə bu suallar mənim ağlımda çox qalırdı və mən bir növ itmiş kimi hiss eləyirdim və bataqlığa düşürdüm belə düşündükcə ki, mənim həyatımın mənası nədir, mən burada niyə varam? Artıq bunu bir rəfə qaldırmağı düşünürəm və daha çox necə deyim, bundan sonra olacaqlara, ən yaxın gələcək nə vaxtdırsa o vaxtlara fokus olmaq istəyirəm. Yəni 1 ay, 2 ay, 3 ay, maksimum 1 il ki, mən həyatımda bu şeyləri dəyişmək istəyirəm və 1 ilimi bunu dəyişmək üçün sırf xərcləmək istəyirəm. Daha 1 ildən sonrasını overthink etmək həqiqətən də artıq görürəm ki, heç bir işə yaramır. Əksinə bizim hal-hazırdakı motivasiyamızı da öldürür. Və bizdə də onu düşün ki, sən bunu izləyən insan bilmirəm həyatında hal-hazırda nələr baş verir, amma mütləq ki, sən həyatında çox şeyə nail olmusan. Yəni sənin gördüyün və görmədiyin, təbii ki, indi düşünə bilərsən ki, mən bu şeylərdən kəsildim, bu imtahandan kəsildim, bu xaricdə oxumaq istəyirdim, alınmadı. Amma sən indi ancaq neqativləri görmə, həm də bacardığın, indiyə kimi əldə etdiyin nailiyyətlərə bax və nə qədər əslində güclü olduğunu, nə qədər bacarıqlı olduğunu xatırla və özündə motivasiya yarat, enerjini yüksək saxla, növbəti hədəflərin üçün bunlar mütləq sənə çox lazım olacaq. Növbəti onu demək istəyirəm ki, sosial münasibətlərimizdə də 2026-cı ildə diqqət edək. Bura təbii ki, ən birinci insanın özünlə olan münasibətidir deyə düşünürəm vacib olanın. Çünki biz özümüzü tanımasaq, biz özümüzün nə istədiyimizi bilməsək, nələrdən xoşumuz gəlir, nələrdən xoşumuz gəlmir, bunları aydınlaşdırmamış biz gedib həyatımıza məsələn kimsə ala bilmərik. Bu fərqi yoxdur, dost ya da sevgili. Əlbəttə ki, dost bir növbədə bizə kömək eləyir bizim özümüzü tapmağımızda, amma əsas odur ki, həyatına 20-li, 25 yaşdan aşağı mən düşünürəm ki, insanlar ciddi münasibətə başlamamalıdır. Çünki bir növ sən 25 yaşına qədər tam formalaşmış olmursan. Yəni bir şey ki, təcrübə ilə qazanılır. Mən fikirləşirəm ki, həyatda yaşadıkca, bir təcrübələr əldə etdikcə, özünü daha yaxşı tanıyırsan ki, mən bu kimi şeyləri sevirəm. Məsələn, kimlənsə münasibətdə olmaq mənə hal-hazırda nə qədər enerji sərfiyyatına mal olur da, belə deyək. Nə qədər enerji məndən lazımdır ki, mən həyatımdakı insana da vaxt ayırım, nə bilim, ondan xoşbəxtliyimi bölüşüm, ondan qəmginliyimi bölüşüm, belə deyək. Yəni bütün bunları tapmamışdan əvvəl, həyatına ciddi kimsə əlavə almamışdan əvvəl mütləq özünlə olan münasibətini düzəlt. Bu növbəti gələn ildə, 2026-cı ildə özünə bax, mən nələri sevirəm bu həyatda, mən həyatımda necə birini istəyirəm. Təbii ki, bunlar elə bir şeydir ki, yəni insan özü təcrübə etmədən də öyrənə bilər. Necə ki, o bir dənə söz var, səhv etmirəmsə, Konfutsi deyir ki, müdrik insan başqalarının dərdlərindən özünə dərs çıxarandır, başqasının problemindən özünə dərs çıxarandır. Yəni sən də tələsmə, həyatda heç nə üçün tələsmə. Yəni düşün, bax, sən özünü hal-hazırda nəyə hazır hiss eləyirsən? Yəni sən özün kimsən, nə istəyirsən, nələri sevirsən, kimsən, sənə hər hansısa bir söz deyəndə bu sənin xətrinə dəyəcək, yoxsa yox. Və düşün, əgər sən məsələn o qızın, oğlanın yerində olsaydın, bu münasibətdə necə reaksiya verərdin? Yəni bütün bunları düşün, ondan sonra qərar ver ki, sən həyatına ciddi bir insan almaq istəyirsən, yoxsa yox. Çünki əks halda həyatımıza gələn, yəni bu çox böyük bir faizdir deyə düşünürəm ki, 18-20 yaşlarda həyatımıza gələn hamı çıxır bir müddətdən sonra. Çox adam, yəni belə deyək də, həyatının ilk sevgisindən evlənən insanlar çox azdır. Bəlkə dünyanın 2-3% olar, yoxsa yox. Yəni hamı bizim həyatımıza bir məqsəd üçün gəlir. Təsadüfən gəlmirlər, düzdür. Və bir məqsəd üçün gəlir, sənə nələrsə öyrətmək üçün. Və əgər elə bir şey etmisənsə ki, mənim kimi, bundan heç vaxt peşman olma. Çünki ümumiyyətlə həyatından peşmançılıqlar çıxart. Əgər hər hansısa biri varsa, düşün ki, hər şey sənə bir dənə dərs üçün gəlmişdi. Yəni sənə dərs vermək, sənə nəsə öyrətmək üçün həyatında var idi və artıq yoxdursa, bundan o tərəfi artıq sənin bir insandan öyrənə biləcəyin hər şeyi öyrəndin. Bu bir növ qatar kimidir. Yəni
qatarda otururuq ya da avtobusda, metroda kimlənsə tanış oluruq, biraz söhbət edirik və onun stansiyası çatanda o düşür. Bu o deməkdir ki, bizim həyatımız da əslində elədir. Yəni bizlə bir yol gedirlər, həyatımızın müəyyən hissələrini biz onlarla bölüşürük, amma sonra artıq bizə verəcəyi bir fayda qalmır. Mənəvi baxımdan deyirəm. Bizim həyatımızdakı rolu qurtarır. Əsas vacib olan odur ki, həmin insanları o stansiyada buraxmaq və yoluna artıq yeni insanlarla, yeni dostluqlarla, yeni münasibətlərlə, özünlə, daha çox öz düşüncələrinlə davam edəsən və bu çox vacib bir şeydir. Hansı ki, mən uzun müddətlər bu haqda biraz əziyyət çəkirdim. Yəni keçmişi keçmişdə qoyub gələcəyə fokus olmaq barəsində biraz problemim var idi, amma artıq düşünürəm ki, bunu həll etmişəm özümdə. Çünki bu haqda çoxlu digər YouTube videolarını izləmişəm və bir növ dostlarımın da təcrübələrinə əsaslanaraq artıq tam 100% deyərəm ki, keçmişdə qalır artıq mənim üçün və ancaq gələcək var. Əslində məntiqi baxımdan gələcək də yoxdur, sadəcə indi var. Mən gələcək deyəndə sadəcə 1 il, maksimum 1 il, heç onu da düşünürəm ki, düşünmək çox tezdir. 1 ay, 2 ay eləyə biləcəyin ən yaxşısını elə, yəni bacardığının ən yaxşısını və bunun üçün həqiqətən də çox çalış və əgər nəticədə ona çatmasan, yəni mənim öz fikrimcə də bir insan bir şey çox istəyir, onun üçün hər şey eləyir, amma ona çatmırsa və unutma ki, burada problem səndə deyildi. Deməli sənin orada bir rolun yox idi. Mənim öz indiyə kimi təcrübələrimə əsasən bunu deyərəm ki, bir insan bir şeyə çox istəsə, alınmasa, deməli həqiqətən də orada kainatın, Allahın, nəyə inanırsansa, onun səni qorumaq üçün bir şey var idi orada, bir yolu var idi, belə deyirsən, o orada yox idin. Bu bir növ, necə deyim, tutaq ki, otağa girirsən, bir yeməyi görürsən, götürdün, yedin. Əslində o, bəlkə başqası üçün hazırlanmışdı, amma sən o gün o otağa girdin deyə o yeməyi yedin. Deməli ki, sənin orada qismətin var idi, sənin orada qarnın doymalı idi da, belə deyək. Və bu da digər şeylər üçün. Əgər sənin orada qismətin yoxdursa, sənin orada yemək haqqın yoxdursa, sən nə qədər çalışsan da o yeməyi yeyə bilməyəcəksən. Bunu bil, məncə, bu həyatının hər mövzusunda sənə kömək eləyə bilər. Yəni, əlbəttə, biz həmişə qarşılaşacağıq bu tip vəziyyətlərlə və onu da demək istəyirəm ki, bu xəyal qurmaq dedim bayaqları. Xəyal qurmağa o qədər bəzən insanlar ümidsizliyə qapılır və düşünür ki, bu da alınmadı, o da alınmadı ya da bu çox kasıb olan bir insan, maddi vəziyyəti çox aşağı olan bir insan həmişə bahalı maşınlardan, böyük evlərdən danışanda ətrafındakı insanlar onu adətən, belə deyək, mənim gördüyüm qədərindən onu aşağı çəkməyə çalışır, ya onunla zarafat eləyir, ona gülürlər, amma onu deyim ki, həqiqətən də kainat o qədər böyükdür və kainat o qədər zəngindir ki, bizim əslində istədiyimiz hər bir şeyə biz nail ola bilərik. Yəni, biz çox maddi vəziyyətimiz çox mənfidə yatıb və bir gün səhər oyanıb həqiqətən də möcüzələrlə varlı ola bilərik, mənim fikrimcə və çox varlı biri də zaten səhər oyananda çox kasıb vəziyyətdə oyana bilər. Hər şey ahəngdədir, hər şey anında dəyişə bilər. Əsas odur ki, istəməkdən heç vaxt ümidini itirmə. Həmişə istəməyə davam et. Və əlbəttə ki, əlində olanlara da şükür et. Əslində mən düşünürəm ki, hər şeyin açarı buradadır. Yəni sən çox istəyirsən bir şey etmək, bir şeyə çatmaq, istəyirsən və onun üçün çalışırsan və həmçinin də çalışa-çalışa o haqda şükür eləyirsən. Yəni əlində olanlara görə şükür eləyib yola çıxmaq, yəni işin 90%-idir mənim fikrimcə. 90% deyə bilərəm ki, sən şükür dolu bir yolculuq, belə deyək. Şükür, çox çalışmaq və istəmək. Bu üçü və bəzən də qorxmamaq və bəzən də risk almaq. Çünki riskə almasan, qorxsan, ona çatmağın bəlkə də mümkünsüz hala gəlir. Biraz risk almaq və çox istəmək və çox, bilmirəm indi bu videonu izləyənlərin dini inancı nədir, həmişə istəmək və dua etmək deyə düşünürəm. Bunu eləyəndə həmişə istədiklərinə çatacaqsan, amma həmişə xəyal qurmağa davam et. Ətrafındakı insanların sənin haqqında bu, bəlkə də onlara absurd gələn fikirlər haqqında danışdıqlarına fikir vermə. Sadəcə özünə fokus et. Əgər kiməsə paylaşsan bu ideyalarını, həmən belə eləyəcəm, sənə gülürsə, bir də onun yanında heç bir şey danışma. Ümumiyyətlə çalışaq ki, öz
arzularımızı, planlarımızı sadəcə özümüzə saxlayaq. Çünki ətrafımızda nə qədər yaxşılığımızı istəyən insanlar varsa, bilirik ki, bir o qədər də pisliyimizi istəyən insanlar var və bəlkə də biz bir gün yıxılsaq, bəlkə də biz bu arzumuza çata bilməsək, o insanlar düşünəcəklər ki, hə, mən sənə demişdim axı. Sırf o mən sənə demişdim sözünü demək üçün sənin yıxılmağını gözləyən inan ki, çox insan var. Ona görə də sadəcə özün, yəni sən yoxsansa ətrafındakı heç bir şeyin əhəmiyyəti yoxdur. Əsas özünə yaxşı bax, sağlamlığına yaxşı bax, mental vəziyyətinə yaxşı bax. Öz təhsil alırsansa, təhsilində necə irəli gedə bilərsən, özünə universitetdən əlavə nələr qata bilərsən. Bu dəqiqə internet dövründə yaşayırıq və çoxlu pulsuz, belə deyək, ödənişsiz imkanlar var ki, biz özümüzü necə inkişaf etdirə bilərik. Bunun da məncə ən yaxşı yollarından biri YouTube-dur. Çünki burada hər bir şey haqqında sən özünün inkişaf haqqında da videolar tapa bilərsən və dil öyrənmək istəyirsənsə, məsələn, mənim kimi mən özüm alman dilini evdə öyrənmişəm və istəyirsənsə bu haqqda da çox yaxşı bir fürsətdir. Almaniya hal-hazırda qapılarını demək olar ki, hamıya açıb və B2 dil biliyi varsa, belə deyək, təbii ki, daha azından da gəlmək olur, amma ən yaxşısı B2-dir deyə deyirəm. B2 ilə də Almaniya sənə qapılarını aça bilər, əgər xaric planın varsa. Əgər xaric planın yoxdursa, Azərbaycanda necə daha yaxşı yerlərə çata bilərsən, təbii ki, bunları araşdırmaq və sənə motivasiya verən insanları sosial mediada izləmək. Düşünürəm ki, bu da ən vacib şeylərdən biridir. Çünki sənin enerjini aşağı çəkən insanlar səni irəli apara bilməz. Və sən hər dəfə, məsələn, özünü başqaları ilə müqayisə etməkdə dayandır. Bu arada onu da deyim, mən çoxdan dayandırdığım bir şeydir, bəlkə də heç olmamışdı. Mən heç vaxt özümü kimlərlənsə müqayisə etmirəm. Düşünürəm ki, həyatda hamının yolu ayrıdır. Yəni, hamı başqa fərqli istiqamətlərdə gedir. Və bu yolda da kiminin çata biləcəyi nöqtələr ayrıdır, kiminin qabiliyyətləri ayrıdır. Mən onun kimi ola bilmərəm, ya da o mənim kimi ola bilməz. Mənim həyatdakı ən böyük rəqibim mən özüməm. Mənim bir ay əvvəlki mənəm, bir ay əvvəlki Nəzrin nələr düşünürdü, nələrdə əksik idi, ya da nələrdə yaxşı idi, hal-hazırda onda əksik idi. Çalışıram həmişə özümlə müqayisə eləyim və bu tip videolar çəkirəm. Çünki bəzən dönürəm, dolaşıram, gəlirəm öz videolarıma baxıram və baxıram bir ay, 2 ay ərzində mənim fikirlərim nə qədər dəyişib, mən nə qədər, belə deyim, yetkin artıq düşüncələrə çatıram, nə qədər uşaq kimi düşünürəm. Bütün bunlar məncə ən yaxşı vasitədir ki, biz özümüzlə müqayisə eləyək və bizim ən yaxşı versiyonumuza çatmağa çalışaq. Mənim həyatdakı, yəni, ən böyük gözləntim, belə deyim, özümdən odur ki, mən bir il əvvəlki Nəzrindən bir il sonraki Nəzrinin eyni olmamalıdır. Çünki əgər mən eyniyəmsə, deməli mənim həyatımda heç nə baş vermir, sadəcə zaman irəli gedir. Yəni, çalış ki, sən də həmişə buna diqqət eləyəsən. Çünki mən özüm universitet vaxtlarında, düşünün, 4 ildə təxminən, 4 il ərzində mən o qədər geri idim əslində çox şeydən. Yəni, düzdür, müəyyən mövzularda qabaqda olsam da, belə deyim də, ürəyin insanı qırılanda öz üstündə nə qədər çox çalışmağa başlayırsan, bunu başa düşdüm və mən 2 dənə hadisə oldu mənim həyatımda. Ondan sonra mən artıq qərar verdim ki, bundan sonra mən ancaq özümə qulaq asacağam və öz istədiklərimin arxasınca gedəcəyim. Başqa heç bir şey, ikinci bir şəxs mənim həyatıma heç vaxt müdaxilə edə bilməz. Mən ancaq istəsəm həmin insanlarla fikrimi bölüşərəm, baxaram və elə bir insanlarla fikrimi bölüşərəm ki, o mənim hal-hazırda istədiyim yerdədir. O mənim arzu xəyalımdakı yerdə deyilsə, mən o insandan onsuz da fikir almıram. Fikir alsam belə, o fikir elə orada qalır və düşünürəm ki, özümün düşüncələrim onun dediklərindən qat-qat daha dəyərlidir və qat-qat daha faydalıdır. Qısaca onu deyim ki, burada biraz söhbət aparmaq istədim. Yəni, 2026-cı ilimizi necə daha yaxşı eləyə bilərik? Əgər sizin də hər hansısa bir ideyanız varsa ya da təşrifiniz varsa və yaxud da biz birlikdə nələrsə eləyə bilərik, bunları da şərhlər bölməsinə yazsaz çox sevinərəm. Məndən bu qədər. Özünüzə yaxşı baxın. Ümid edirəm növbəti il hamımız üçün daha yaxşı olar və hamımız istədiyimiz yerlərə çatarıq. Təbii ki, çox çalışaraq, çox şükür edərək, şikayət etməyi dayandıraraq və dualar edərək. Sağ olun.